Artıq yəqin ki, hamınız ölkə üzrə maksimum bal toplayan tələbələrin videolarını görmüsünüz. Baxmırdın ki, başqaları hazırlığa gedir, 2 il hazırlaşır, repetitor yanında məşğul olurlar. Ən vacib şey 5 il məsəl üçün kiçik siniflərdən dərsi oxumağıdır. Çünki kiçik siniflərdən baza qorur və ondan da 10-cu və 11-ci sinif öyrənmək üçün çox asan olur. Son günlər bu videolar sözün əsl mənasında hər yerdə müzakirə olunur, paylaşılır, diqqət çəkir və mən bugün məhz bu mövzuya toxunmaq istəyirəm. Bu yüksək nəticə göstərən tələbə mənim keçmiş tələbəmdir. Amma bunun haqqında növbəti videomda danışacağam. İndi isə əsas məsələyə keçək. Bu videolar niyə bu qədər maraq doğurdu? Çünki orada tələbələr açıq şəkildə repetitor və ya hazırlığa getmədən maksimum nəticələri yığdıqlarını deyirlər. Yəqin ki, rəyləri də görmüsünüz. Çoxları yazır ki, bu mümkün deyil, onlar yalan danışırlar. Amma mən bir dilçi, bir tədqiqatçı kimi bunun nə dərəcədə real olduğunu başa salacağım. Artıq illərdir bunu deyirəm. Dil öyrənmək test üzərindən qurula bilməz. Dil sistemdir. Dil düşüncədir. Dil zamanla formalaşan bir bacarıqdır. İndi isə biz bunun canlı bir sübutunu görürük. Hətta uzağa getməyə ehtiyac yoxdur. Mənim öz tələbələrim bunu bir daha təsdiqləyir. Çətin keçdi bu buraxılış imtahanları. Nə deyə bilərsən? Həqiqətən də suallar çətin idi. Mən düşünürəm ki, o suallar orta çətinlikdə idi. Nisbətən çətin olan mənə rus dili olub. Çünki orada açıq suallar vaxtı və diqqəti tələb edirdi. Amma çox çətin deyildi o imtahan. Ümumilikdə bu nə deməkdir? Bu o deməkdir ki, artıq sistem dəyişir. Bəli, açıq şəkildə deyək, inqilab baş verir. Dil üzrə imtahan yanaşmasında böyük dəyişiklik baş verir və bu sadəcə bir başlanğıcdır. Videolarımdan birində gələn ildən etibarən imtahanlarda yazı komponentlərinin əlavə olunması haqqında demişdim. Əziz valideynlər, bu məqamda diqqətli olun. Düşünürsünüz ki, uşaq 1-2 il yalnız test işləyərək uğur qazanacaq, o zaman böyük risk edirsiniz. Dəyərli abituriyentlər, son 1 ildə yox, son 2 ildə yox, siz davamlı şəkildə öz üzərinizdə işləməlisiniz. Dil 1 ayda, 2 ayda qurulmur. Onu fundamental şəkildə öyrənmək lazımdır. Növbəti videomda isə tələbələrimin test sistemi üzrə işləmədən ölkə üzrə 300 bal, yəni rekord nəticəyə necə nail olduqlarını detallı izah edəcəm. Bir şey isə indidən deyim, inqilab artıq başlayıb. Davamını isə qaçırmayın.